Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin əmmə ba'd. Deməli, qardaşlar, biz keçən dəfəki hədislərdən gördük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son 10 gününə təşviq eləyir. Həm ibadətlərə ümumən, həm də Qədr gecəsinin həmən bu son 10 günün içərisində olmasını deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Hətta hədislərin birində deyir ki, yəni Qədr gecəsi mənə göstərildi, sonra unutturuldu. Amma siz onu son 10 gündə axtarın, 10 günün də tək günlərində axtarın. Bu haqda başqa hədislər də var. Buxari və Müslimdə gəlir. İbn Ömər radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabından bəzi kimsələr Uru leylətəl qadri fil mənəmi fis səb'il əvaxir. Onlara deyir, bəzi sahabələrə, Qədr gecəsinin son 7 günün içərisində olması göstərildi yuxuda. Bir neçə sahabəyə ki, Qədr gecəsi son 7 günün içərisindədir. Bunu yuxuda gördülər yəni. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem. Allah Rasulü sallallahu aleyhi ve sellem də bunun üzərinə belə deyir. Ərə rüyakum qad təvata'at fi səb'il əvaxir. Mən deyir, görürəm ki, sizin yuxularınız son 7 günün üzərində üst-üzə düşür. Yəni Qədr gecəsinin o son 7 günün içərisində olması barəsində yuxularınız üst-üzə düşür. Fəmən kənə mutəhərriyən fəlyətəhərrəhə fis-səb'il əvaxir. Kim də deyir, həmən bu Qədr gecəsini axtaracaqsa, yəni gecələr oyaq qalaraq, ibadət edərək, Qədr gecəsi ümidi ilə ibadətə qalxacaqsa, son 7 gündə dursun. Yəni daha şiddətlə bunu axtarsın. Buxari rəvayət elədiyi hədisdir və həmçinin Müslimdə də gəlir. Buxari və Müslimin rəvayət elədiyi hədisdir. Deməli, bax, burada getdikcə xüsusiləşdirilir. Bax, birincisi ümumi olaraq 10 gün. Bax, ümumi olaraq 10 gün. Sonra o 10 gündən tək günlər. Buna da əlavə olaraq təşviq var. Sonra o 10 günün son 7 günə, yəni 23-cü gecədən etibarən, yəni 21, 22, artıq 23-dən etibarən buna xüsusi təşviq var. Son 7 günə. Sonra bax, Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İltəmisuhə fil əşril əvaxir. Onu son 10 gündə axtarın. Qədr gecəsini. Yəni leylətəl qadr, yəni Qədr gecəsini. Fəin da'ufə əhədukum əv acəz. Əgər sizdən birində zəiflik olarsa və ya aciz qalarsa, yəni 10 günün 10'unu da durmağa. Burada söhbət birinci nədir? Yəni 10 günün 10'unu da dur. Əgər bundan bir aciz qalarsan və ya zəiflik hiss eləyərsənsə, fələ yuğləbənnə aləs-səb'il bəvaqi. Son o qalan 7 gündə deyir, bunu əldən vermə. Yəni həmən o acizlik və zəiflik sənə üstün gəlməsin o son 7 gündə. Yəni o 7 günü dəyərləndir. Amma birinci nədir? Ümumən 10 gün. Bacarırsan 10 günün 10'unu da, təkini də, cütünü də. 10 günü tamamilə, hamısı, kamil formada. Amma deyir, acizlik və zəiflik olsa deyir, son 7 gün. Deməli, həmən bu istər 7 gün olsun, son 7 gün, istər son 10 gün olsun, həmən bu günlərin içərisində də tək gecələr daha üstündür. Tək gecələr Qədr gecəsinin olma ehtimalı daha üstündür. Amma cüt gecələrdə də ola bilər. İmam Buxari rəhiməhullah rəvayət eləyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İltəmisuhə fil əşril əvaxir min Ramazan leylətəl qadr. Ramazanın son 10 gecəsində Qədr gecəsini axtarın. Fikir ver, burada ümumi gəldi 10. Sonra deyir, fi təsiyyətin təbqa, fi səbiətin təbqa, fi xamisətin təbqa. Sonra da deyir, yəni 10 günün içərisində də 9 gün qalanda, Ramazanın bitməsinə 9 gün qalanda, 7 gün qalanda, 5 gün qalanda. Bunlar hansı gecələrdir? 9 gün qalanda 21-ci gecədir, 7 gün qalanda 23-cü gecədir, 5 gün qalanda da 25-ci gecədir. Yəni tək günlər. Fikir ver, 21, 23, 25. Və fi rivayə, başqa bir rivayətdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, fil əşril əvaxir, son 10 gündə axtarın Qədr gecəsini, hiyə fi tis'in yamdin, au fi səb'in yabqayn. O da deyir, nə vaxt olur? Ya 9 gün keçincə, bu artıq 29-cu gecədir,
10 gündən 9 gün keçincə 9-cu gecə 29. Av fi səb'in yabqayn və yaxud da 7 gecə qalınca. Bu da 23-cü gecədir. Fikri ayıraraq da yenə də tək günlər. 23-ü, 21-i də dedi, 23-ü də dedi, 25-i də dedi, 29-u da dedi. Bir daha 27. Hə, 27 qalır. Çünki 27 qalır, 27 haqqında deyəcək. O ən çox ehtimal olunan günlərdəndir. Və bəzi səhabələrdən gəlib ki, İbn Ömər kimi, Muaviyyə radiyallahu anh kimi səhabələrdən ki, Qədir gecəsi məhz 27-ci gecədir. Bax, İbn Ömər radiyallahu anh'a deyir ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, dedi ki, mən kənə mutəhərriyəhə fəlyətəhərrəhə leylətə səb'in və işrin. Kimdir onu axtaracaqsa Qədir gecəsini, onu 27-ci gecəsində axtarsın. Və qal, və həmçin deyir ki, təhərruhə leylətə səb'in və işrin. Onu 27-ci gecə axtarın. Və Muaviyyə radiyallahu anh'dan gəlir ki, mərfuan, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemə qədər bu isnad qalxır, deyir ki, Leylətul qadri leylətu səb'in və işrin. Qədir gecəsi 27-ci gecədir. Deməli, nədir qardaşlar? Burada ümumən Peyğəmbər sallallahu aleyhi ve sellem 10 günə, sonra 10 günün içərisində tək günlərə, sonra rəvayətlərə də baxanda biz görürük ki, 27-ci gecəyə daha çox ehtimallar üstündür. Amma buna baxmayaraq, açıq aydın olaraq Qədir gecəsinin yəni müəyyən gündə olmasına dair bir dəlil yoxdur. Yəni bu var ya, bu gecələr, məsələn 27-ci gecəsində axtarın. Amma demir ki, yenə 27-ci gecəsidir. Deyir 10 gündə axtarın. 10 gündən sonra kim aciz qalarsa son 7 gündə deyir onu əldən verməsin. Sonra tək günə, sonra 23-cü gecə, 29-cu gecə, 27-ci gecə. Amma yenə də konkret olaraq müəyyən bir gün bildirilməyib. Burada da deyir hikmətlər var. Allahu aləm. Bu da hikmətlərdən biri odur ki, möminlər qoy bütün bu şərəfli, bu gözəl gecələrin hamısından istifadə etsinlər. Hamısını dəyərləndirsinlər. Məsələn, sən bilsən ki, konkret 27-ci gecədir, digər gecələri istər-istəməz tənbəllik eləyəsən durma. Amma bir də var ki, sənin üçün gizli qalır. Bilmirsən hansı gecədir. 10 günün içərisində də artıq sən nə edirsən? O 10 günün içərisində çalışsan, bütün günləri dəyərləndirəsən. Az da olsa gecədən durursan, namaz qılırsan, Quran oxuyursan, zikr edirsən, dua edirsən ki, Qədir gecəsinə düşmə ehtimalı var. Və İbn-i Qayyim Rahiməllahdan gözəl bir söz var. Deyir ki, əgər mənə deyilsə ki, ilin ortasıdır, bütün günlərindən bir gündür, mən o bütün ili duraram ki, gecələri. Kaş ki, mən o Qədir gecəsinə uyğun gəlim, Qədir gecəsinə dura bilim deyə. Sözün əzəmətinə bax. Deyir, bəs 10 günün içərisində olsa necə? Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, bu 10 günün içərisindədir. Və həmən gün də 1000 aydan xeyirlidir. 1000 ay da 83 ildən üstündür. Təsəvvür elə. Demir, 1000 ay. 1000 aydan da xeyirlidir. Sərhəd qoymur, hədd qoymur. Açıqdır. Kimisinə 100 min ola bilər, milyon ola bilər. Allah bilir, insanın təqvasına görə, ixlasına görə, niyyətinə görə, tövhidinə görə Allah Azə və Cəllənin əcrini bax artırır qat-qat.